Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu sadə mexanizmlərdən tərpənən və tərpənməz blokdan ibarətdir və mövzunun testlərə tətbiqi də olacaq. Keçən mövzumuzun izahına sadə mexanizm qüvvənin qiymətini və ya istiqamətini dəyişməyə imkan verən qurğudur. Sadə mexanizmlər şərti olaraq iki qrupa bölünür. Link tipli sadə mexanizmlər, link, blok, dolamacaq. Məsələn, linkin 3 növü var, blokun 2 növü var. Sonra mail müstəvi tipli sadə mexanizmlər, bunlara mail müstəvi, with və give aiddir. Əsasən bugün biz bloklarla tanış olacaq. Deməli, blok özü nədir? Çəmbəri üzərində nov olan və mərkəzdən keçən oxa nəzərən fırlana bilən çarxdır. Sonra bloklar iki cür olur, tərpənməz və tərpənən bloklar. Baxın, bu şəkildə tərpənməz blokdur. Baxın, çarx yuxarı bağlanmışdı, həmin çarxdan bir ip keçirilmişdir. İpin sərbəst bir ucuna cisim, digər ucuna isə bir qüvvə tətbiq olunur. Qüvvəni aşağı çəkdikdə digər ucunda olan, yəni cism asılmış digər tərəf isə hara doğru qalxır? Yuxarıya doğru yerini dəyişir. Digəri isə tərpənən blokdur. Burada isə artıq fərqli olaraq, yəni birincidən fərqli olaraq cisim artıq bloka bağlanmışdı, ip yuxarıya bağlanmışdı. Yəni ipin sərbəst ucuna bir F qüvvəsi tətbiq etməklə cismlə bərabər bloku da yuxarıya və aşağıya doğru nə etdirmək olar? Hərəkət etdirmək olar. Tərpənməz blokda isə burada blok yalnız öz yerində fırlanır. Baxın, indi baxırıq birinci tərpənməz bloka. Tərpənməz blok elə bloka deyilir ki, yükü qaldırdıqda onun oxu yerini dəyişmir. Yəni burada blok elə öz yerindəcə fırlanır. Tərpənməz blok qüvvədə qazanc vermir. Baxın, diqqətli oluruq. Qüvvədə qazanc vermir. Qüvvənin sadəcə istiqamətini dəyişdirir. Sonra qüvvədə qazanc vermirsə, məsafədə də itirmir. Sonra bütün sadə mexanizmlərdə olduğu kimi tərpənməz blokda işdə qazanc vermir. Sonra tərpənməz blokun iş prinsipi momentlər qaydasına əsaslanır və tərpənməz blokda qüvvə qolları çarxın radiusuna bərabərdir. Baxın, indi bu şəkildə tərpənməz blok təsvir olunmuşdur. Blok yuxarı bağlanmışdı. Blokun bir ucuna bir cisim asılmışdı. Digər ucu isə sərbəst uca bir F qüvvəsi tətbiq olunur ki, F qüvvəsinin istiqaməti aşağı yönəlində cisim hara doğru qalxacaq? Yuxarı qalxır və bu zaman qüvvənin istiqaməti dəyişir. Tərpənməz blok istər tərpənməz, istərsə də tərpənən blok olsun. Link tipli sadə mexanizmdir. Tərpənməz blok, baxın, burada şəkil görsənir. Birinci növ linkdir. Baxın, bu dayaqdır. Sonra burada qüvvənin qolları elə blok üçün, yəni çarxın radiusuna bərabərdir. Baxın, buradan bura bunun radiusu, digərdə radiusu. Digərdə cisim bağlanmış tərəfin radiusudur. Radiuslar bərabərdir, yəni eyni çarxdır da ona görə. Məsələn, burada biz momentlər qaydasını yazsaq, deməli F1 vurulsun R bərabərdir. F2 vurulsun R yazsaq, qollarını yazsaq. Yəni momentlər qaydasına görə əgər blok burada tarazlıqdadır. Buradan R-lər ixtisar gedir. F2 nəyə bərabərdir? F1-ə bərabərdir. Baxın, indi burada düsturları qeyd etmişəm. Deməli, tərpənməz blokdan ipin sərbəst ucuna təsir edən qüvvə elə yükün çəkisinə bərabərdir. Yükün çəkisi də mg'dir. Sonra burada əgər bloku A təcili, yəni cisim A təcili ilə aşağı və ya yuxarıya doğru hərəkət etdirilərsə, F bərabərdir mg plus A, F bərabərdir mg minus A düsturlarından istifadə edirik. Sonra tərpənməz blok qüvvədə qazanc vermədiyinə görə məsafədə də itirmir. Məsələn, burada ipin yer dəyişməsi, H burada yer dəyişmədir. İpin yer dəyişməsi yükün yer dəyişməsinə bərabərdir. Yəni, biz tutaq ki, ipi nə qədər, məsələn, 2 metr aşağı çəkiriksə, yük də eyni ilə 2 metr hara qalxacaq? Yuxarı qalxacaq. Sonra ipin sürəti bərabərdir yükün sürətinə. Baxın, bura qeyd edirik. Sonra ipin təcili bərabərdir yükün təcillinə. Tərpənən blokda isə bunlar tamamilə fərqlidir. Bərabərdir yükün təcillinə. Sonra testlərdə bizdən nə soruşulacaq? Testlər bizdən soruşacaq yükün impulsunu. Yükün impulsu P yük bərabərdir M vurulsun V yük. Tərpənməz blok olduğuna görə testdə sizə ipin sürəti verilərsə, ipin sürəti yükün sürətinə bərabər olduğuna görə elə V yükün yerinə ipin sürətini də yaza bilərsiniz. Sonra testlərdə bizdə yükün kinetik enerjisini soruşacaq. Kinetik enerji düsturu olaraq mv kvadratı böl 2. Burada yazırıq nədir? Yükün sürəti bölünsün 2.
Sonra blokda potensial enerjinin dəyişməsi soruşulacaq. Yəni delta G potensial bərabərdir. Yükün çəkisi vurulsun H yükün yerdəyişməsi. Deməli burada yerdəyişmə H hərfi ilə işarə olunur. Sonra blokun ipin sərbəst ucunu məsələn aşağıya doğru hərəkət etdirdikdə, məsələn deyək ki, blok cisim bərabər sürətlə yuxarı qalxır. Bərabər sürətlə yuxarı qalxanda biz düstur olaraq yazacaqsınız ki, V yük bərabərdir H yük bölünsün T-yə. Yəni yükün sürətini tapmaq üçün yükün yerdəyişməsini zamana bölürük. Yenə qeyd edirəm ki, tərpənməz blokda ipin yerdəyişməsi ilə yükün yerdəyişməsi bir-birinə bərabərdir. Çünki tərpənməz blok qüvvədə qazanc vermir. Qüvvədə qazanc vermədiyinə görə də məsafədə itirmir. Baxın, burada qeyd olunan düsturları məsələlərə tətbiq edəcəksiniz. Sonra bu üç şəklə diqqətlə baxaq. Bax, buradan blokdan tərpənməz blokdur. Baxın, yuxarıdan bağlanıb. Çarxın, deməli, ip keçirilib. İpin bir ucuna P çəkili bir cisim, sərbəst ucuna isə bir F qüvvəsi tətbiq olunub. F qüvvəsi aşağı düşəndə cisim hara qalxır? Yuxarı. Testlərdə sizə baxın belə bucaqla şəkillər veriləcək. Tərpənməz blok olduğuna görə oradakı bucağı nəzərə almayıb, elə ipin sərbəst ucuna təsir edən qüvvə bərabər olacaq. Digər ucuna bağlanmış yükün çəkisinə bərabər olacaq. Qeyd etdik ki, çəki də nədir? MJ-dir. Keçək digər mövzumuza. Mövzu olaraq yəni tərpənən bloka. Tərpənən blok tərpənməz blokdan fərqlidir. Tərpənən blokun oxu yüklə birlikdə qalxır. Yəni burada artıq yük bloka bağlanmışdır. Tərpənməz blokda isə yük elə bil ki ipə bağlanmışdır. Burada isə baxın ipi yuxarı qaldırıblar. Bu zaman deməli blokla bərabər, yəni blokun çəkisi yükün çəkisi ilə müqayisədə kiçik olduğundan tərpənməz blokda yükün çəkisi nəzərə alınmır. Deməli, tərpənən blokun oxu yüklə birlikdə həm qalxır, həm enir. Yəni, blok yüklə birlikdə yuxarıya və aşağıya doğru nə edir? Qalxıb enə bilər. Sonra, əgər sistemdə bir tərpənən blok varsa, sistem qüvvədə 2 dəfə qazanc verir, yəni F bərabərdir mj bölü 2. Blok qüvvədə, tərpənən blok qüvvədə 2 dəfə qazanc verirsə, məsafədə 2 dəfə itirir. İndi baxın bura. Deməli, tərpənən blok sadə mexanizmdir. Qüvvədə 2 dəfə qazanc verir. Qüvvədə 2 dəfə qazanc verdiyinə görə məsafədə itirir. Tərpənən blokun da iş prinsipi momentlər qaydasına əsaslanır. Yəni, tərpənən blokun tərpənməzdən fərqi odur ki, məsələn, bir dənə tərpənən blokdursa, o qüvvədə 2 dəfə qazanc verir. Əgər 2 tərpənən blokdursa, 4 dəfə verəcək. Müxtəlif burada blokların birləşməsi ilə tanış olacaq. Tərpənən blok ikinci növ lingə aiddir. Baxın, buradan şəkli çəksək, bax, buradan bura. Baxın, bu elə bir ki, çarxdır. MJ-nin qolu, baxın, buradan bura erdir. Baxın, dayaq bura qoyulub. Baxın, şəkil burada göstərilmişdir. Deməli, P burada blokdan asılan yükün çəkisidir. Onun qolu çarxın radiusuna bərabərdir. İpin sərbəst ucuna təsir edir bir F qüvvəsi. Həmin F qüvvəsinin qolu isə çarxın radiusunun, yəni 2 mislinə bərabərdir, diametrinə. Momentlər qaydasını yazsaq, məsələn, P onu saat əqrəbi istiqamətində, elə bil ki, F isə saat əqrəbinin əksi istiqamətində fırlatdığına görə momentlər qaydasını yazsaq, deməli, F vurulsun. F-in qolu 2 erdir. Yükün çəkisinin qolu isə nədir? 1 erdir. Erlər buradan ixtisar gedir və buradan F-i tapsaq, F bərabərdir yükün çəkisinin yarısı. Bu isə o deməkdir ki, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Sonra burada cismi A təcili ilə aşağı yuxarı apardıqda ipin sərbəst ucuna təsir edən qüvvənin düsturunu yazmışıq, qeyd etmişəm. Məsələn, yuxarı getdikdə minusa, yuxarı getdikdə plusa, aşağı getdikdə nə istifadə edəcəksiniz? Minusa. Sonra qüvvədə 2 dəfə qazanırıqsa, tərpənən blok isə artıq məsafədə 2 dəfə itirdi. Baxın, burada H ip bərabər və H yükə. Eynilə burada ipin sürəti də, baxın, ipin sürəti də yükün sürətinin 2 mislinə bərabərdir. Baxın, bura qeyd edək. Məsələn, tərpənməz blokda ipin yerdəyişməsi yükün yerdəyişməsinə bərabər idi. Amma burada isə fərqlidir. Sonra burada ipin təcili, diqqətli olun, ipin təcili bərabərdir. Yükün təcilinin neçə misli? 2 misli. Bundan əvvəlki səhifədə mən tərpənməz blok üçün düsturlar yazdım. Yazdı ki, yükün impulsu. Yükün impulsu bərabərdir M vurulsun V yükün sürəti. Məsələn, testdə sizə veriləcək ipin sürəti.
Amma düsturda nəyin sürətidir? Yükün sürətidir. Onda siz yükün sürətini əvvəlcə yükün sürətini tapmaq üçün ipin sürətini nəyə böləcəksiniz? İpin sürətini 2-yə bölüb, bax bu düsturda yerinə yazırsınız. Sonra soruşulacaq bizdə yükün kinetik enerjisi. Yükün kinetik enerjisinin yenə düsturunda V yükün kvadratı bölünsün nədir? 2-dir. Amma bizə ipin sürəti verilərsə, mütləq ipin sürətini yükün sürətinə çevirməliyik. Yəni oradan, məsələn, ipin sürəti tutaq ki 8-dirsə, yükün sürəti olacaq 4, düstura 4-ü yazacaqsınız. Sonra potensial enerjinin dəyişməsi delta G potensial yükə aiddir. Deməli, yükün potensial enerjinin dəyişməsi yazacaqsınız EMJ vurulsun H yük. Burada bizə qeyd edirəm, yəni əgər ipin yer dəyişməsi verilərsə, mütləq oradan yükün yer dəyişməsini tapıb, sonra potensial enerji hesablamalısınız. Sonra yükün yer dəyişməsi bərabərdir, yükün sürəti vurulsun nədir? Zaman və yaxud da ki, yükün sürəti bərabərdir, deməli, yükün yer dəyişməsi bölünsün nədir? T. Yəni, bu düsturlardan istifadə etməklə yükün impulsunu, sonra yükün kinetik enerjisini, yükün potensial enerjisinin dəyişməsinin qiymətlərini, sonra yükün sürətini hesablaya bilərik. Gəlin keçək digər səhifəmizdə. Digər səhifəmizdə isə nədən ibarətdir? Deməli, tərpənən blokda qaldırıcı qüvvə yuxarı yönəlir. Həm qüvvənin istiqamətini, həm də qüvvədə qazanc əldə etmək üçün bloklarda, yəni sistemlərdə həm tərpənən blokdan, həm də tərpənməz blokdan istifadə olunur. Yəni praktikada, məsələn, baxırsınız bu şəkildə. Bu şəkildə həm tərpənməz blok var, həm də tərpənən blok var. Qeyd edək ki, nəyə görə ikisindən də istifadə olunur? Həm qüvvənin istiqamətini dəyişmək üçün tərpənməz blokdan, qüvvədə qazanc əldə etmək üçün isə nədən istifadə olunur? Tərpənən blokdan. Baxın, burada da tərpənməz bloklar var, bir də tərpənən bloklar var. Məsələn, burada qüvvədə qazancı nə cür tapacaqsınız? Baxın, eyni ip olduğuna görə ipin sərbəst ucuna təsir edən qüvvə bütün hissələrdə eynidir. Məsələn, burada da F-dir. Gəlir hissədə, baxın, burada da F-dir, burada da F-dir, burada da F-dir. Buradan isə aşağı nə var? Yükün çəkisi. Məsələn, bizdən soruşula bilər ki, buna plospas deyilir. Plospas qüvvədə neçə dəfə qazanc verir? Baxın, yükün çəkisidir burada. Yükün çəkisi burada neçə ox görürük biz? 1, 2, 3, 4. Deməli, baxın, burada neçə yazırıq? 4F. Buradan da, deməli, qüvvədə qazancı tapmaq üçün 4F bərabərdir yükün çəkisinə. Buradan da F bərabərdir. F bölünsün 4. Deməli, sistem qüvvədə 4 dəfə qazanc verirsə, bu zaman məsafədə 4 dəfə itirir. Yəni, ipin yer dəyişməsi, yükün yer dəyişməsinin neçə mislinə bərabərdir? 4 mislindən. Sonra eyni ilə ipin sürəti yükün sürətindən neçə dəfə böyüdür? 4 dəfə böyüdür. Sonra ipin təcili yükün təcilindən neçə dəfə böyüdür? 4 dəfə böyükdür. Məsələn, bundan əvvəlkində bir tərpənən blok idi. Ona görə 2 dəfə böyük idi. İndi isə mütləq testlərdə siz diqqətli olmalısınız ki, qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə o qədər dəfə, sürətdə, təcildə o qədər dəfə nə etdi? İtirdi. Keçək, yəqin ki, növbəti səhifədə testlərimizin tətbiqi olacaq. Məsələn, belə bir test verilə bilər sizə. Deməli, bloklardan ibarət olan bir sistemdir və sizdən soruşula bilər ki, sistem qüvvədə neçə dəfə qazanc verir. Ən rahat üsul, yəni eyni ipdirsə, eyni ipdə yaranan qüvvələr eyni F-dir. Ona görə baxın, bu F-i gətirib bu hissəyə çıxarsaq, bura F-dir. Yazırsınız F. Məsələn, bu hissədə də F-dir. Eyni ipdirsə, burada da F-dir. Aşağıda da blokdan asılıb 50 newtonluq cisim və bizdən soruşur ki, F qüvvəsinin qiymətini hesabla. Baxın, F-in qiymətini tapmalı. Deməli, burada aşağı yükün çəkisidir. Yükün çəkisi neçə newtondur? Yükün çəkisi 50 newtondur. 50 newtondan yuxarıda baxın, 1, 2, neçə F var burada? 3 F var. Onda biz alırıq ki, 3 F bərabərdir yükün çəkisinə. Buradan da F bərabərdir P bölünsün 3. Deməli, bu cür birləşmiş sistem indi qüvvədə neçə dəfə qazanc verirdi? 3 dəfə. Məsələn, ipin sərbəst ucuna təsir edən qüvvəni tapmaq üçün, məsələn, burada verib bizə yükün çəkisini 50. 50-ni nəyə böləcək? 3-ə. Gəlin, buna 60 götürək. 60-ı 3-ə bölsək, neçə alırıq? İpin sərbəst ucuna təsir edən qüvvə oldu. Neçə newton? 2 newton. Məsələn, bayaqki şəkillərdən fərqli olaraq, məsələn, orada biz deyirdik ki, qüvvədə 2 dəfə qazancı ola bilər, 4 dəfə. Məsələn, burada artıq qüvvədə neçə dəfə qazancı oldu?
qüvvədə 3 dəfə qazanc verdi. İndi isə keçən mövzumuzun testlərə tətbiqi. Deməli, biz baxdıq sizinlə bugün tərpənməz və tərpənən bloklara. Qeyd etdik ki, tərpənməz blok qüvvədə qazanc vermir. Yalnız qüvvənin istiqamətini dəyişmək üçün istifadə olunur. Məsafədə itirmir, işdə də qazanc vermir. Tərpənən blok isə qüvvədə qazanc verir. Qüvvədə qazanırıqsa məsafəni, məsələn, qüvvədə 2 dəfə qazanırsa, məsafədə 2 dəfə itirdi. Sonra tərpənməz blokda, tərpənən blokda, tərpənməz blokda yəni işdə qazanc vermir. Çünki qüvvədə qazanırsa, məsafədə itirir və bütün sadə mexanizmlər mexanikanın qızıl qaydasına görə işdə qazanc vermir. İndi isə baxaq testlərə tətbiqinə. Məsələn, 32 nömrəli testdə topluda bizə şəklə baxırıq. Şəkildə tərpənməz blokdur. Baxın, blok bura bağlanıb. Deməli, ipin sərbəst ucuna bir cisim asılıb. Cisim asılıbsa, həmin cismin çəkisi mg'dir. Digər ucu isə v sürəti ilə aşağıya doğru hərəkət etdirilir. Kütlə verilir. Deməli, bərabər sürətlə qaldırılan ipin sərbəst ucu 60 sm aşağı enərsə, deməli, ipin yerdəyişməsini verib. İp bərabərdə 60 sm, 60 sm keçirsə 0,6-ya. Tərpənməz blok olduğuna görə ipin yerdəyişməsi ilə elə yükün yerdəyişməsi bir-birinə nədir? Bərabərdir. Deməli, əgər ip 0,6 sm aşağı çəkilibsə, yük də həmin qədər hara qalxıb? Yuxarı qalxıb yerini dəyişir. Və bizdən soruşur ki, yükün potensial enerjisinin dəyişməsi. Yazırıq delta Y potensial bərabərdir. mg vurulsun, yazırıq H yük. Uyğun qiymətləri yerinə yazmaqla mg 750, baxın yazırıq 750 vurulsun 10, 7500. Bunu da nəyə vuracaqsa 0,6-ya. Buradan potensial enerjini hesablayırsa, deməli 0-la bu 0 silsək, 750-ni vurub 6-ya, deməli aldıq 0, 0, burada aldıq 4500 joule. Onu da keçirsiniz kilojoule-a. Əmsala keçmək üçün cavabı həmin əmsalın qiymətinə böləcəksiniz. Alırıq 4,5 kilojoule. Eyni ilə 33 nömrəli testdə deməli, tərpənməz blokdur. Burada kütləni verib 100 kiloqram, kinetik enerjini verib. Bizdən soruşur ipin sərbəst ucunun sürətini. Qeyd etdik ki, tərpənməz blokda ipin yeri sürəti ilə elə yükün sürəti bir-birinə bərabər olduğuna görə burada heç 2-yə bölmə və vurma söhbəti yoxdur. Yəni, blok qüvvədə qazanc vermir. Kinetik enerjinin düsturunu yazmaqla, yəni Y kinetik bərabərdir mv yükün kvadratı bölünsün 2. Düsturdan yükün sürətini tapırıq. Amma bizdən nəyin sürətini soruşur? İpin sürətini. Qeyd etdim ki, tərpənməz blokda ipin sürəti ilə yükün sürəti bir-birinə bərabərdir. Buradan düsturdan yükün kinetik enerjisini, sürətini tapırsınız. Yəni, 2 vurulsun Y kinetik bölünsün F. Qiymətləri yerinə qoymaqla yükün sürətini hesablaya bilərsiniz. Yəni, tapdığınız yükün sürəti elə həm də nəyin sürəti olacaq? İpin sürəti olacaq. 34 nömrəli test. 34 və 35 nömrəli testlər isə tərpənməz blokdur. Burada artıq biz bir diqqətli olmalıyıq. Bizdə nələr verilib? Deməli, yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. Bir ipin sərbəst ucu 0,4 metr/saniyə sürətlə. Deməli, bizə verilib ipin sürəti. Gəlin qeyd edək. Deməli, birinci qeyd etməlidir ki, hansı blokdur? Tərpənən blokdur. İpin sürəti 0,4-dürsə, bunu o dəqiqə yükün sürətinə çevirsə, sizə daha rahat olacaq. Yükün sürəti ipin sürətindən 2 dəfə kiçikdir. Ona görə yükün sürətini alırıq 0,2 metr/saniyə. Sonra zamanı verib bizə neçə saniyə? Zamanı verib 2 saniyə. Bəs bizdən nə soruşur? Yükün qalxdığı hündürlüyü, yəni yükün yerləşməsini soruşur. H yük bərabərdir suala. Şərt də qoyub ki, nə cür hərəkət edir? Bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkətdə cismin yerdəyişməsini tapmaq üçün cismin sürətini, yəni yükün sürətini zamana vururuq. Burada yük dedikdə blokda qaldırılan, yəni blok vasitəsilə qaldırılan cisim nəzərdə tutulur. Baxırıq, yükün sürəti 0,2-dir. 0,2-ni 2-yə vursaq neçə alırıq? 0,4 metr. Doğru cavabımız oldu. Nədir? A variantı. Sonra 35 nömrəli testdə də diqqətli olaq, 35 nömrəli testdə də tərpənən blokdur. Baxın, ip bağlanıb, cisim bloka birləşdirilib. Yəni, ipi sərbəst ucu ilə F qüvvəsini yuxarı çəkdikdə, cisimlə blok birlikdə başlayır hərəkət etməyə. Bəs bizə nələr verilib? Deməli, 7 saniyə müddətində yazırıq T bərabərdir
7 saniyə. Deməli, ipin sərbəst ucu 7 saniyə müddətində 2,8 metr böl qalxarsa, deməli, bizə verilib ipin yer dəyişməsidir. İp 2,8 metr yerini dəyişərsə, ipin yer dəyişməsi 2,8 isə, burada yükün yer dəyişməsini tapaq. Yükün yer dəyişməsini tapmaq üçün ipin yer dəyişməsini nəyə bölürsünüz? 2-yə. Və biz keçirik ipin yer dəyişməsinə. 2,8-i 2-yə bölsəz, alırsınız 1,4 metr. Biz daha doğrusu yükün yer dəyişməsini alırıq. Deməli, ipi böldük 2-yə. Neçə aldı? 1,4. Bəs bizdən nə soruşur? Bizdən soruşulur yükün sürəti. V yük bərabərdir suala. Nə cür hərəkət edir? Deməli, bərabər sürətlə hərəkət etdiyinə görə, bərabər sürətlə hərəkətdə cismin sürəti V bərabərdir. Cismin yer dəyişməsi, cisim dedikdə, yəni yükün yer dəyişməsinin zamana nisbəti. Buradan da alırıq ki, V yük bərabərdir. H yük, indi H yükü neçə aldıq biz? 1,4 metr aldıq. 1,4-ü 7-yə bölürük, alırıq neçə? 0,2. Deməli, yükün sürəti o neçə oldu? 0,2. Əgər ipin sürətini soruşsaydı, onda 0,2-ni nəyə vurmalıydıq? 2-yə vurmalıydıq. Tərpənməz blokda heç bir bölmə və ya vurma olmadı. Yəni, qüvvədə qazanc olmadığına görə tərpənməz blokda elə verilənləri düsturda yerinə qoymaqla məsələ həll edə bilərsiniz. Amma tərpənən blokda isə diqqətli olmalısınız. Tərpənən blok vasitəsilə cismi sabit sürətlə qaldırmaq üçün ipin sərbəst ucuna bir F qüvvəsi tətbiq edilir. İndi deyir, hansı blok? Tərpənən blok. Tərpənən blokun düsturunda deməli, ipin sərbəst ucuna təsir edən qüvvə ipdən asılan cismin çəkisindən neçə dəfə kiçikdir? 2 dəfə. Yəni, qüvvədə 2 dəfə qazanc verir. Və bundan da biz də nə adlandırırıq? Buradan MJ-ni tapsaz, yəni yükün çəkisini tapsaz. MJ bərabərdir 2F1-ə. F1-i də nə verib bizə? 2F verib. Sonra deyir ki, bu cismi tərpənməz blokla qaldırmaq üçün ipin sərbəst ucuna hansı qüvvə tətbiq etmək lazımdır? Yəni, cismi tərpənməz blokla qaldırırlar. Yəni, F2 bərabərdir MJ-yə. Buradan da MJ tapmışıq. Deməli, yükün çəkisi neçə tapmışdıq biz? 2F. Burada MJ bərabərdir 2F-ə. Deməli, ipin sərbəst ucuna təsir edən qüvvə neçə olmalıdır? 2F olmalıdır. Sonra 40 nömrəli testdə tərpənməz blokdur. Deməli, qüvvədə qazanc yoxdur. Bizə nə verilib? Deməli, bizə verilib yükün impulsu. Yazırıq ki, P yük. Yükün impulsunu taki götürək 12. Yükün impulsunun ipin sürətindən asılı qrafiki verilib. Tərpənməz blok olduğuna görə qeyd edirəm yenə. İpin sürəti verilibsə, ipin sürəti elə yükün sürətinə bərabərdir. Burada 12-yə uyğun neçəni seçirsiniz? 2-ni götürürük. Deməli, impulsu da verilib. Və bizdən soruşur ki, blokdan asılan cismin kütləsini tap. M bərabərdir suala. Bunun üçün impulsun düsturunu yazırıq. İmpulsun düsturu, yəni cismin impulsu P bərabərdir M V yükə. Buradan M-i tapsaz M bərabərdir. P yük bölünsün V yükə. Baxın, yükün. Çünki bunlar yükə aiddir. Deməli, yükün impulsu 12-dir. 12-ni bölürük 2-yə. Neçə alırıq? 6. Baxın, qeyd etdim yenə. Burada tərpənməz blok olduğuna görə ipin sürəti elə yükün sürətinə bərabərdir. Yəni, verilən sürəti biz yük üçün istifadə edə bilərik. 12-ni böldük 2-yə. Neçə aldıq? 6. Sonra 41 nömrəli testdə tərpənməz blokdur. Tərpənməz blokda potensial enerjinin dəyişməsinin ipin yer dəyişməsindən asılı qrafik verilmişdir. Məsələn, götürək ki, potensial enerjinin dəyişməsi 240-dır. Yükün potensial enerjisinin dəyişməsi 240-dır. Baxın, burada qeyd olunub yükün. Bizə verilib ipin yer dəyişməsi. Tərpənməz blok olduğuna görə ipin yer dəyişməsi elə yükün yer dəyişməsinə bərabərdir. 240-a uyğun yer dəyişmə 12-dir. Bura yazırsınız 12. Və bizdən soruşur yükün çəkisini, yəni P çəki, yəni MJ-ni soruşur bizdən. Bunun üçün potensial enerjinin düsturunu yazırıq. Potensial enerjinin dəyişməsi yükə aiddir. Deməli, MJ vurulsun, H nə yazırıq? H yük. Buradan MJ-ni tapmalı, yəni yükün çəkisini tapmalı. Yükün çəkisi P çəki bərabərdir. Potensial enerjinin dəyişməsi bölünsün H yükünün yer dəyişməsinə. Potensial enerjinin dəyişməsini bizə 240 verib. Yükün yer dəyişməsini isə 12 verib. Buradan da alırıq ki, cismin çəkisi 24-ü bölürsünüz 12-yə. Burada 2 alırıq neçə? 20 newtondur. Cavab olacaq hansı variant? C variantı. Deməli, nə soruşurdu bizdən? Yükün çəkisi. Sonra növbəti səhifəmizdə
42 nömrəli testdə isə tərpənən blok verib. Baxın, artıq biz diqqətli olmalıyıq ki, çünki tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənən blokda yükün potensial enerjisinin dəyişməsini verib. Yəni delta Y potensial yük yazırsınız. Bərabərdir. Məsələn, götürürəm 120-dir. Yükün potensial enerjisinin ipin yer dəyişməsinə, baxın, ipin yer dəyişməsindən asılı qrafik verilib. Yəni H ip verilib. H ip bərabərdir 8-ə. Ona biz H ipi keçirik yükün yer dəyişməsinə. Yükün yer dəyişməsini almaq üçün ipin yer dəyişməsini nəyə bölməliyəm? 2. 8-i 2-yə bölsək neçə alırıq? 4 metr. Deməli 4-dən istifadə edəcək. Və deyir yükün çəkisini tap. Yəni P yükün çəkisi dedikdə yükün MJ'si soruşulur bizdən. Buradan potensial enerjinin dəyişməsini yazırıq. Delta G potensial bərabərdir. Deməli, EMJ vurulsun H yük. Buradan MJ də P'dir. Deməli, buradan yükün çəkisini tapsaq, baxın, MJ P yükün çəkisidir. Yükün çəkisini tapmaq üçün yükün potensial enerjisini yükün yer dəyişməsinə nə etməliyik? Bölməliyik. Yükün potensial enerjisi 120-dir. 120-ni nəyə böləcəksiniz? 4-ə. 12 ilə 4-ü ekstra aparsaq 3. Burada neçə qalır? 30. Və cavab olacaq bizdə hansı variant? B variantı. Sonra baxırıq 43 nömrəli testə. 43 nömrəli testdə isə artıq fərqli sualdır. Yəni burada həm qüvvənin qiymətini dəyişmək istəyirlər, həm də istiqamət dəyişmək istəyirlər. Çünki burada həm tərpənməz blok var, həm də tərpənən blok var. Biz daha çox istifadə edəcək tərpənən bloka aid olan düsturdan. Məsələn, baxın, burada 6 kiloqram, bir də 2 kiloqram ipin sərbəst ucuna cism asılıb. Yəni, burada ipin sərbəst ucuna təsir edən qüvvə onda olacaq neçə newton? Olacaq 80 newton. Digər tərəfdən isə 2 cisim asılıb burada. 2 kiloqram, bir də nədir? A cisminin kütləsi asılıb. O isə bizə verilmir. Deməli, yazaq 2 mj'dir burada m. 2 üstəgəl ma vurulsun j. Deməli, ipin sərbəst ucuna təsir edən qüvvədə F2 bərabərdir. Deməli, tərpənən blokdan asılan yükün çəkisinin hansı hissəsi? Yarısı bölünsün 2. İndi baxın, ipin sərbəst ucuna təsir edən qüvvə neçə newtondur? 80 newtondur. Buraya yazırıq 80 newton. Bərabər qoyduq. P yükün çəkisi. Yükün çəkisini isə açırıq burada açıq şəkildə. Yəni, burada yükün 2 yük var. Deməli, birinin kütləsi 2 kiloqramdır, digərinin kütləsini bizə verməyib. M vurulsun A, vurulsun J, J də 10-dur, bölünsün 2. Buradan tapmalıyıq biz A cisminin kütləsini. Hər tərəfi 10-a x-lar aparırıq, 8-i 2-yə vururuq, alırıq 16. Deməli, 2 üstəgəl A cisminin kütləsi. Buradan A cisminin kütləsini tapırıq neçə? Tapırıq 14 kiloqram. Deməli, A cisminin kütləsi neçə kiloqram oldu? 14 kiloqram. Doğru cavab oldu bizə hansı variant? A variantı. Deməli, bundan əvvəlki səhifədə bir dənə nəyi mən sizin diqqətinizə çatdırmadım. Məsələn, sistemdə tərpənməz blok varsa, belə bir şəkil çəkək. Baxın, bu tərpənməz blokdur. Burada ipin sərbəst ucuna bir F cisim asılıb, bir ucundan cisim asılıb, bir ucunda sərbəst ucudur. Mesela bura təsir edir hansı qüvvə? Buradakı yükün çəkisidir, yükün ağırlıq qüvvəsi. Bunlar bərabərdir. Deməli, ipin sərbəst ucuna təsir edən qüvvə bərabərdir yükün çəkisinə. Bizdə testlərdə də deyilir ki, məsələn, tərpənməz blokdur, sürtünmə qüvvəsi nəzərə alınmır. Bax, bu sürtünmə qüvvəsi nəzərə alınmayan hal üçündür. Məsələn, testdə geçsə ki, sürtünmə qüvvəsi nəzərə alınır, onda artıq düstur dəyişəcək. Məsələn, sürtünmə qüvvəsi ipi aşağı çəkəndə iplə blok arasında bir dənə baxın, burada sürtünmə qüvvəsi yaranacaq. F sürtünmə. Onda burada alacaqsınız ki, ipin sərbəst ucuna təsir edən qüvvə F bərabərdir. MJ üstəgəl nə yazırıq? F sürtünmə. Əgər bu tərpənən blok olsa, məsələn, indi tərpənən bloka bir şəkil çəkək. Tərpənən blok. Baxın, bu tərpənən blokdur. İpə keçirilir. Buradan F, buradan da nədir? MJ yükün çəkisi, yəni P. Yükün çəkisi MJ. Məsələn, burada desək ki, sürtünmə nəzərə alınır. Sonra hətta testlərdə gedir ki, blokun çəkisi də nəzərə alınır. Sürtünmə baxın, buradadır, nəzərə alındı. Sonra blokun çəkisi də yükün çəkisi ilə düşür üst-üstə P blok. Buradan artıq biz tənliyimizi yazsaq. Baxın, buradan belə momentlər qaydasını tətbiq etsək. Deməli, F-in qolu buradan bura neçə yerdir? 2 yerdir. Yazırıq ki, F vurulsun, F, 2F vurulsun, R bərabərdir. Sonra burada sürtünmə qüvvəsinin qolu da 2 vurulsun F sürtünmə.
üstəgəl. Deməli, blokun çəkisi ilə MJ-nin istiqaməti eynidir. Qolları da sadəcə R-dir. Gəlin bu hissədən yazaq. Deməli, F vurulsun 2R bərabərdir. 2R sürtünmə üstəgəl. Burada alırıq. Deməli, P blokun çəkisi. Deməli, vurulsun, R vurulsun, radius. Onların qolları. Deməli, blokun çəkisi üstəgəl nədir? P bütün çəkisi. Sonra hər tərəfdən R-lər X-lar getdi. Bax, burada da bir R yazmalıydım. R-lər X-lar getdi. Düstur nə formada qalır? Deməli, tərpənən blokda sürtünmə və blokun çəkisi nəzərə alınsa, F bərabərdir. Hər tərəfi 2-yə bölsək, burada nə olacaq? Deməli, blokun çəkisi üstəgəl P yükün çəkisi bölünsün 2, üstəgəl F sürtünmə. Baxın, belə bir düstur alındı. Və bu düsturla da əgər testlər tələb olunarsa, testlərdə istifadə edəcəksiniz. Tərpənməz blokda isə F bərabərdir. MJ üstəgəl H sürtünmə. Diqqətli olun, düsturu yadda saxlayın, testlərdə tətbiq edəcəksiniz. Sonra keçək digər səhifəmizdə. 44 nömrəli testdə, deməli 100 kiloqram kütləli cismi tərpənən blok vasitəsilə yuxarı qaldırır və o 6 metr yüksəkliyə qalxır. Burada sizə yükün yerdəyişməsini verib, yük 6 metr yuxarı qalxdı. Sonra yükün kütləsini verib, yükün kütləsi 100 kiloqramdır. Və bloku da qeyd edib ki, hansı blokdur? Tərpənən blok. Və bizdən nə soruşur? Bizdən soruşur ipin sərbəst ucuna təsir edən qüvvəni və bir də soruşur ipin yerdəyişməsi. Tərpənən blokda ipin sərbəst ucuna təsir edən qüvvə yükün çəkisinin hansı hissəsidir? 2də 1 hissəsidir. Buradan MC, deməli 1000 M-i bizə 100 verib, J də 10'dur, surətdə alırıq 1000. 1000'i bölürük 2'yə, neçə aldıq? 500. Deməli, ipin sərbəst ucuna təsir edən qüvvə 500 Newton'dur. Və sonra soruşur bizdən ipin yerdəyişməsi. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verdiyinə görə məsafədə itirir. Yəni, H ip nəyə bərabərdir? H yükə. Buradan da biz nə edirik? H yükü neçə verib? 6 metr. Yəni, yük 6 metr yüksəkliyə qaldırılıb. 2 vurulsun 6 neçə alırıq? 12 metr. Deməli, doğru cavabımız 500 ilə 12 C variantı. Sonra baxırsınız 45 nömrəli test. 45 nömrəli test daha rahatdır. Niyə görə? Burada hansı blokdan söhbət gedir? Tərpənməz blokdan söhbət gedirsə, tərpənməz blok yalnız qüvvənin istiqamətini dəyişdirir, qüvvədə qazanc vermir. Buna görə də ipin sərbəst ucuna təsir edən qüvvə yükün çəkisinə bərabərdir. Yükün çəkisi də burada MJ-dir. Deməli, 200'ü vururuq ona neçə alırıq? 200'ü ona vursaq alırıq 2000 Newton. Sonra burada ipin yerdəyişməsi tərpənməz blokda elə yükün yerdəyişməsinə bərabərdir. Burada verib ki, yük 4 metr hündürlüyə qalxır. Bu zaman onda elə ipin yerdəyişməsi də neçə metr olacaq? 4 metr. Deməli, 2000 bir də neçə alırıq? 4 metr. Doğru cavabımız olur. Hansı variant? A variantı. Sonra digər səhifədə 48 nömrəli testdə tərpənməz blokdur. Tərpənməz blok olanda artıq biz diqqətli olmalıyıq veriləndə. Deməli, cismin kütləsini verib 60 kiloqram. İpin, baxın, deyir ki, ipin sərbəst ucunun sürətini bizə verilib ipin sürəti. Cümləni keçirin. İpin sürəti neçədir? 0,5. Deməli, bizə verib ipin sürətini 0,5. İpin sürətini 0,5 veribsə, ən rahatı onu çevirin, əvvəlcə edin yükün sürəti. Yükün sürətini tapmaq üçün ipin sürətini nəyə bölməliyik? 2-yə. 0,5'i 2'yə böləndə neçə alacaq? 0,25. Sonra zaman verib bizə 8 saniyə. J-ni 10 verib potensial enerjinin dəyişməsi. Yazırıq delta G potensial. Yükün potensial enerjisinin dəyişməsini soruşur. Baxın, deyir ki, cismi, yəni yükün. Yazırıq MJH, yazırıq H yük. Burada yükün yerdəyişməsidir. Bərabər sürətlə hərəkət etdiyinə görə yükün yerdəyişməsi, yəni MJ və yükün sürətini vururuq nəyə? T-yə. Buradan da hesablamamızı aparırıq. P, yükün yerdəyişməsi. MJ. Deməli, 60 vurulsun neçə? 60 vurulsun 10. Burada alırıq 600. Sonra yükün sürətini aldıq 0,25. Neçə saniyədir? 8 saniyə. 8 saniyəni mən yazıram 2 vur 4. Bir daha rahat olsun hesablama. 0,25'i 4'e vursak bizə 1 verəcək.
600'ü də 2'ye vursaq neçə alacaq? Onda potansiyel enerji, yükün potansiyel enerjisini alacaq 12. Yanına da sıfırları yazar. 1200 joule. 1200 joule da bizə neçə verəcək? 1,2 kilojoule. Sonra baxırıq 49 nömrəli testə. 49 nömrəli testdə də verilib tərpənən blok daha doğrusu. Kütlə 80 kiloqramdır. Qeyd edək, n bərabərdir 80 kiloqram çevirməyə ehtiyac yoxdur, çünki kiloqram əsas vahiddir. Deməli, ipin sərbəst ucu 4 saniyə müddətində t bərabərdir 4 saniyə, yenə çevirməyə ehtiyac yoxdur. 4 saniyə müddətində 4 metr yuxarı qalxır. Deməli, bizə verilib ipin yer dəyişməsi. İpin yer dəyişməsi 4 metrdir. İpin yer dəyişməsini çevirib edirsiniz yükün yer dəyişməsinə. Çünki tərpənən blokdur. Onda yükün yer dəyişməsi ipin yer dəyişməsinin yarısıdır. Onda yükün yer dəyişməsi neçə metr oldu? 2 metr. Deyir ki, yükün impulsunu tap. P yük. Yükün impulsunu tapmaq üçün yükün kütləsini, yəni cismin kütləsini həmən cismin sürətinə vurmalıyıq. V yükə. V yük də yoxdur. Burada deyir ki, cisim bərabər sürətlə qalır. Bərabər sürətlə hərəkətdə V bərabərdir. Cismin yer dəyişməsi, yəni H yükün yer dəyişməsini bölürük zamana daha doğrusu. H yük bölünsün nə yazırıq? T. Çünki bərabər sürətlə hərəkətdə V bərabərdir S bölünədir T. Burada sadəcə S əvəzinə yer dəyişməni H götürürsünüz. H böl T. Buradan uyğun qiymətləri yerinə yazırsınız. Deməli, P yük bərabərdir. M. M bizə verib 80. 80 vurulsun H yük. H yükü verib 2. Zaman isə 4'dür. Deməli, 4 ilə 2-ni qısara aparsaq, burada qaldı 2. 80-i də 2-yə bölsək, alırıq neçə? 40 kiloqram vurulsun. Metr bölünsün saniyə. Sonra baxaq 50 nömrəli test. 50 nömrəli testdə də tərpənən blokdur. Deməli, diqqətli olaq. Yükün kütləsini verib 90 kiloqram yazırıq. N bərabərdir 90 kiloqram. Əsas vahiddə kiloqram. Bərabər sürətlə qaldırılır. Yükün impulsu, deməli, P verilib bizə. Yükün impulsunu verib 30 kiloqram vur metr böl saniyə. İpin sərbəst ucu T bərabərdir 6 saniyə müddətində, saniyədə əsas vahiddir. Deyir ki, ipin yer dəyişməsini tap. Deməli, biz tapmalıyıq H ipi. Tərpənən blok olduğuna görə H ipin yer dəyişməsi bərabərdir yükün yer dəyişməsinə. Deməli, biz ipin yer dəyişməsini tapmaq üçün yükün yer dəyişməsini tapmalıyıq. Çünki bizə yükə aid olan kəmiyyətlər verib. İmpulsun düsturunu verib. Yükün impulsunun düsturundan P yük bərabərdir. M vurulsun V yük. Bərabər sürətlə hərəkət etdiyinə görə P yük bərabərdir. M vurulsun. V yükü açırsız H yük bölünsün T. Buradan da H yükü tapaq. H yük bərabərdir. P yük vurulsun T bölünsün. Nə yazırsınız? M. O da bərabərdir. P yük burada 30'dur. 30 vurulsun 6. M isə neçədir? M isə 90. 30 ilə 90'ı x'lar aparsaq, sıfırlar getdi, məxrəcə düşdü 3. 6 ilə də 3'ü x'lar aparsaq, neçə alırıq? Alırıq 2 metr. Deməli, biz aldıq yükün yer dəyişməsini. Amma məsələdə nə soruşur? İpin yer dəyişməsini. Gətirib, bax, burada yerinə qoyuruq. 2 vurulsun 2. Neçə alırıq? 4. Deməli, ipin yer dəyişməsi neçə metr oldu? 4 metr. Doğru cavabımız oldu. Hansı variant? D variantı. Mütləq tərpənən blok olduqda diqqətli olmanız vacibdir. Məsələn, 54 nömrəli testdə blokun köməyi ilə bərabər sürətlə qaldırılan cismin yükün kinetik enerjisi verib yazırıq. Deməli, YK yükün kinetik enerjisi, yəni cismin kinetik enerjisi 32 joule-dur. Joule enerji vahididir. İpin sərbəst ucu 0,8 metr böl saniyə sürətlə yuxarıda. Deməli, bizə verilib ipin sürəti. Mən yazam, bura ipin sürəti 0,8'dir. Tərpənən blok olduğuna görə bunu çevirib edirik yükün sürəti. Yükün sürətini 2'yə böldük. Yəni ipi 2'yə bölsək, yükün sürətini almış alırıq 0,4. Üstürdə 0,4'dən istifadə edəcək. Bizdən soruşur yükün kütləsini. Yəni N yükün kütləsini. N bərabərdir suala. Buradan kinetik enerjinin düsturunu yazacaqsınız. Y kinetik bərabərdir MV yükün kvadratı bölünsün 2. Məsələ sadə məsələdir. Deməli, M bərabərdir 2Y kinetik yük bölünsün nədir? V yükün kvadratı. Burada yükün kvadratı qoyacaqsınız. Deməli, 2 vurulsun 32 bölünsün 0,neçədir? 14'dür. 0,14'ün kvadratı verəcək bizə 0,16.
Surətə məxrəci 100-ə vursaq, bura bir 2 0 düşəcək. 16 ilə 32 x-lar gedəcək. Burada qalacaq 2. 2 vur 2-də neçə eləyəcək? 4. Alırıq neçə? 400. A variantı. Baxaq 55 nömrəli test. 55 nömrəli test fərqli testdir. Fərqlilik nədədir burada? Burada həm link var, həm də tərpənən blok var. Baxaq. Deməli 6 kiloqramlıq cism asılıbsa linkdən. Deməli burada təsir edən cismin çəkisi 60 newtondur. Linkin tarazlıqda qalması üçün ipin sərbəst ucuna, yəni blokdan asılı. Baxın, burada F-i soruşur bizdən. F neçə? F qüvvəsi ilə, deməli hansı F qüvvəsi ilə təsir etmək lazımdır? Sürtünmə, linkin və blokun kütləsi nəzərə alınmır. Məsələn, bizim üçün sadələşdirilmiş formada verilir. Bölgülər də bərabərdir. İndi baxırıq, 60 newtonluğun qolu 1-dir. Bloka qədər isə qol neçədir? 3. Baxın, burada da əslində bir F var. Eyni ipdirsə, burada da F var. Deməli, baxın, burada, yəni blok linkə bir iplə bağlanır və həmin ipdə yaranan gərilmə qüvvəsi, baxın, ipə təsir edən F qüvvəsinin indi 2 mislidir. Baxın, bunu tapdıq. İndi tarazlıq şərtinə görə momentlər qaydasını yazırsınız, yəni M1 bərabərdir M2. Momentlər qaydasına görə F1, D1 bərabərdir. F2 vurulsun D2. Baxaq. Deməli, birinci bu hissəni götürək. 60. 60 newton deməli cismin çəkisidir və qolu da dayaqla neçədir? 1 bölgü əmələ gətirib. Qolu 1-dir. Sonra blokun bağlandığı ipdə yaranan qüvvə 2F-dir. Buraya yazırsınız 2F. Qol isə nədir? Qol nədir? Deməli, dayaqdan qüvvənin təsir xəttinə qədər olan məsafə və ya ki, qüvvənin təsir xəttinə endirilmiş perpendikulyarın uzunluğu. Bu da 3 bölgüdür. 2 vur 3, 6. Buradan da F-i tapırıq neçə newton? F-i tapırıq 10 newton. Doğru cavabımız olur. Hansı variant? D variantı. Baxaq, sonunda görək testimiz var. Bəli. Deməli, sonunda da bizdə 3 dənə, baxın, burada tərpənən bloklar verilmişdir. Yenə qeyd edib ki, tərpənən bloklarda diqqətli olmalısınız. Deməli, kütləsi M-i verib bizə 20 kiloqram, cismin kütləsini verib, kiloqram əsas vahiddir. İp 15 saniyə müddətində, T bərabərdir 15 saniyə müddətində. İp 6 metr yerini dəyişib. Yəni, yazaq bura H ip bərabərdir 6 metr. Və bizdən soruşur ki, yükün impulsunu P yük bərabərdir suala. Buradan yenə biz ipin yer dəyişməsini verdiyinə görə onu keçirik yükə yer dəyişməsini. Yükün yer dəyişməsini keçmək üçün ipin yer dəyişməsini nəyə bölməliyik? 2-yə. 6-nı 2-yə bölüb neçə alırıq? 3. Və bundan sonra impulsu hesablaya bilərik. Deməli, P yük bərabərdir. M vurulsun. V nə yazırsınız? Yük. Buradan da M vurulsun. V yükü açırsınız. H yük bölünsün. Nədir? T. Buradan qiymətləri yerinə qoymaqla yükün impulsunu hesablaya bilərsiniz. Deyir ki, yükün impulsunu hesabla. P bərabərdir. M 20-dir. Yükün yer dəyişməsi 3-dür. Vurulsun 3-dür. T'si isə neçədir? 15. Deməli, 3 ilə 15 x-lar gedir. Burada 5 qalır. 5 ilə də 20-ni x-lar aparsaq neçə alırıq? 4. Deməli, yükün impulsu neçə olur? 4 kiloqram vurulsun. Metr bölünsün. Saniyə. Baxaq, 63 nömrəli testdə. İpin sərbəst ucu tərpənən blokdur. Deməli, ipin sərbəst ucu 10 saniyə müddətində, saniyə 4 metr yuxarı qaldırılır. Yəni, H ipi verib 4 metr. Buradan yenə H ipi 4 metr veribsə, onu yükə çeviririk. H yükü tapmaq üçün H ipi nəyə bölməliyik? H ipi bölməliyik 2-yə, 4-ü bölürük 2-yə. Neçə alırıq? 2 metr. Deməli, yükün yer dəyişməsi 2 metrdir. Yükün kinetik enerjisini verib, yükün kinetik enerjisini bizə 10 joule verilib və yükün kütləsini soruşur. Kinetik enerjinin düsturunu yazırıq. Kinetik enerjinin düsturu yükə aiddir. Deməli, M, V vurulsun. Yükün kvadratı bölünsün 2. Buradan V yükü tapırsınız. V yükü tapanda kök altında 2E, V yükü yox, daha doğrusu M'i tapırsınız. Çünki kütləni soruşur bizdən. Yəni, buradan kütləni tapırıq. Deməli, yükün kütləsini soruşur. Yükün kütləsini tapmaq üçün 2G kinetik enerjini bölməlisiniz sürətin kvadratına. Buradan da M yük bərabərdir. Kinetik enerjisi 10'dur. Deməli, 2 vur 10 yazırıq 20. Sonra, biz axı sürəti verməmişdik. Yəni, sürəti kənardan tapaq. Deməli, yükün sürətini tapmaq üçün yükün yer dəyişməsini zamana bölməli. Yükün yer dəyişməsi 2-dir. Zamanı da 10 verib. Onda yükün sürəti neçə tapırıq?
Yükün sürətini tapırıq 0,2. 0,2'nin kvadratı verəcək bizə 0,4. Qudratel məxrəci 100'ə vuraq. Deməli, burada 2 sıfır artırıq. 20'ni bölürük 4'ə. 20'ni 4'ə bölsə neçə alırıq? 500 kiloqram. Deməli, yükün kütləsi nə qədərdir? Baxın, tərpənən blokdan asılan yükün kütləsi 500 kiloqramdır. Deməli, biz nə etdik? Tərpənən blok olduğuna görə ipin yer dəyişməsini çevirdik, elədik yükün yer dəyişməsini. Kinetik enerji soruşurdu. Kinetik enerjini verib kütləni soruşurdu. Düsturu yazanda aydın oldu ki, biz burada sürəti tapmalıyıq. Deməli, biz kütlədən əvvəl nəyi tapmalıyıq? Yükün sürətini tapıb, sonra kütlə hesablamalıydıq. O da h yük bölü t yazıb hesabladıq. Sonuncu məsələmiz olmalıdır. Səhv etmirəmsə, 64 nömrəli məsələm. Deməli, burada həm tərpənməz blok var, çünki həm qüvvənin qiymətini dəyişdirmək istəyirlər, həm də istiqamətini. Yükün yerə nəzərən sürəti. Burada götürdük yer. Deməli, ip aşağı düşür. Burada verilib bizə ipin sürəti. İp aşağı düşəndə yük hara qalxacaq? Yük V sürəti ilə yuxarı qalxır. Burada da yükün yerə nəzərən sürətini verib 0,4. Yükün sürəti verilibsə, buradan biz əvvəlcə ipin sürətini tapa bilərik. İpin sürəti yükün sürətinin neçə mislidir? Yükün sürətinin 2 mislidir. 0,4'ü, baxın 0,4'ü vururuq 2'yə neçə alırıq? 0,8. Və sonra isə nə soruşurdu ki, ipin sərbəst ucunun yükə nəzərən sürətinin modulunu hesablayır. Yəni, ipin nisbi sürət soruşur. Məsələn, nisbi sürət bizdə bərabər mexanikanın birinci bölməsində biz tanış olmuşduq nisbi sürətlə. Məsələn, deyirdi ki, birincinin ikinciyə nəzərən nisbi sürəti, ikincinin birinciyə nəzərən. İndi burada nedir ki, ipin yükə nəzərən nisbi sürətini tap. Deməli, ipin sürətini neçə tapdıq? 0,8. Yükün sürəti də 0,4. İp aşağı düşür, yük hara qalxır? Yuxarı. İstiqamətlər əksdir. Əks olanda biz biri-birinə nəzərən nisbi sürəti tapanda nə edirdik? Toplayırdı. 0,8 üstə gəlirsiz 0,4. Alırıq 1,2 metr bölünsün saniyə. Deməli, ipin yükə nəzərən sürəti neçə oldu? 1,2 metr bölü saniyə. Bəs əvvəlcə biz nə etdik? Bizə yükün sürətini vermişdi. Yükün sürətini, yəni bu nəzərən, yəni ipin yükə nəzərən sürətini tapmaq üçün biz əvvəlcə ipin sürətini tapmalıydık. Tərpənən blok olduğuna görə ipin sürəti yükün sürətinin 2 mislidir. Tapdıq 0,8 və biri-birinə nəzərən də sürət tapanda, yəni sürətin modulunu tapanda, əks olanda bilirdik ki, biz onları toplayırdıq və topladıq. Neçə aldıq? 1,2 metr bölünsün saniyə. Bugünlük bu qədər. Yəni, bugün biz sizinlə sadə mexanizmlərdən tərpənən və tərpənməz bloklarla tanış olduq və qeyd etdik ki, tərpənən blok qüvvədə qazanc vermir, yalnız qüvvənin istiqamətini dəyişmək üçündür, sonra məsafədə itirmir, işdə qazanc vermir. Tərpənməz blok isə qüvvədə qazanc verir, məsələn, bir tərpənən blok isə qüvvədə 2 dəfə qazanc verəcək, məsafədə onda 2 dəfə itirir, o da tərpənən blokla oxşarlığı odur ki, o da işdən etmir, qazanc vermir. Sonra düsturlar yazdıq, mövzuya tətbiq etdik. Bugünlük bu qədər. Sağ olun, növbəti videolarda görüşərik.